Tövrat, İncil və Quranda olan bir çox məsələlərin əslində Şumerlərdən gəldiyini bəlkə də bir çoxlarımız bilmirik. Elə bu məsələlər sırasında həm də Nuh tufanı dediyimiz ümumdünya daşqını hadisəsi mövzudur. Bu hadisə, ümumdünya daşqını adlandırdığımız həmin bu hadisə Şumerlərin Gilgamış dastanından gələn bir hadisədir. Və elə bu hadisə Yəhudilərin müqəddəs kitabı olan Tövrata, Tövratdan isə İncil və Quranda keçmiş bir hadisədir. Ümumən, hadisənin məzmununa baxdığımız zaman Şumerlərdə bildiyimiz kimi çoxtanrılıq mövzusu olduğu üçün məhz bu hadisədə çoxtanrılıq əsasında qeydə alınmış bir hadisədir. İnsan nəslini məhv etməklə bağlı tanrılar qərar qəbul edir. Bu qərarda başda Anu və Enlil tanrısı yanmış olur. Ancaq eyni zamanda həmin bu qərardan, yəni insan nəslinin yer üzündən məhv edilməsindən narazı olan tanrılar da mövcud olur ki, məhz bu tanrılardan biri də Enki tanrısı olur. Enki yer üzünə enərək həmin dönəmdə Allahlardan qorxan, ibadət edən dindar bir şəxsin, yəni Ziusudranın evinin divarına tanrıların yer üzünə daşqın göndərib də insan nəslinin məhv etməsi ilə bağlı qərarını çatdırmış olur və ona bir gəmi hazırlanmasını tapşırmış olur və beləliklə də Ziusudra gəmini hazırlayır və yer üzündə olan heyvanları həmin gəmiyə yığmış olur. 7 gün, 7 gecə daşqın baş vermiş olur və sonda daşqın sona yetmiş olur və tanrı Anu və Enlil yer üzündə insan nəslinin sağ qaldığını görüb də buna qəzəblənirlər. Ancaq Ziusudra tanrıların şərəfinə qurban vermiş olur və buna görə də tanrılar Ziusudraya ölümsüzlük verərək onu Dilmuna, günəşin doğduğu ölkəyə göndərmiş olurlar. Beləcə də biz həm Tövrata, həm Qurana baxdığımız zaman Nuh tufanının da buna bənzər formada olduğunu görmüş oluruq. Tövrat və Quran təktanrılığı təbliğ etdiyi üçün biz bu kitablara baxdığımız zaman buradakı hadisələrin bir Allah tərəfindən həyata keçirildiyini görürük. Allah yer üzündə insan nəslinin məhv edilməsi ilə bağlı qərar qəbul edir və bunu Nuha çatdırır. Nuha gəmi düzəltməsini tapşırır və beləliklə də Nuh gəmi hazırlayır və yer üzündə olan bütün heyvanlardan bu gəmiyə toplamış olur. Beləliklə tufan baş verir, yer üzündə 40 gün, 40 gecə yağış yağmış olur, yer üzündə olan bütün canlılar tamamilə məhv edilir, Nuh və onun gəmisində olan canlılar sağ qalır və sonda bildiyimiz kimi Nuh yer üzündə su quruyandan sonra Tanrının şərəfinə, Allahın şərəfinə qurban kəsmiş olur. Və beləliklə bu hadisələr tamamilə biz Gilgamış dastanından götürülmüş bir hadisə olduğunu görürük. Şumerlərdən götürülmüş bu hadisə, ümumdünya daşqın hadisəsi müəyyən dəyişikliklərlə gördüyünüz kimi Tövratdan isə İncil və Qurani-Kərimə keçmiş bir hadisədir. Ancaq burada müəyyən fərqlər olub ki, təbii ki də burada Şumerlər çoxtanrılığı təbliğ etdiyi halda, onlarda çoxtanrılıq mövzusu olduğu halda Tövrat, İncil və Qurani-Kərim tək tanrılı bir dinin kitabı olduğu üçün burada bütün hadisələr tək bir tanrı tərəfindən yerinə yetirildiyini görürük. Eləcə də burada hadisənin baş vermə müddəti Şumerlərdə 7 gün, 7 gecə olduğu halda Tövrata baxdığımız zaman burada 40 gün, 40 gecə davam etdiyini və ümumən hadisənin 1 ilə il çəkdiyini, yer üzündə olan bu olayın 1 il çəkdiyini görmüş oluruq. Ümumiyyətlə, həmin bu Nuh tufanı hadisəsinə baxdığımız zaman Nuhun bu cür nəhəng bir gəmi düzəltməsi, bütün heyvanlardan bu gəmiyə yığması və 1 il boyunca gəmidə qalması bu ağlabatan bir məsələ deyil. Yəni ən azından o qədər heyvanların gəmidə qidalanması qeyri-mümkündür. 1 il boyunca qidalanması qeyri-mümkündür. Və bütün bunları nəzərə alsaq, bundan əlavə gəminin bir pəncərəsinin olması və hətta o pəncərənin bağlı olmasını da nəzərə alsaq, havasızlıqdan o heyvanlar orada ölməli idi. Bu ki qaldı ümumdünya daşqınının olması məsələsinə. Bununla bağlı biz bir çox xalqların mədəniyyətində bu hadisənin, ümumdünya daşqını ilə bağlı hadisənin olması ilə bağlı əfsanələrə rast gələ bilərik. Bununla bağlı qədim türklərin də, eyni zamanda hindlilərin də, yunanların da, Azərbaycan və İranlıların və digər xalqların da bununla bağlı müxtəlif əhvalatlar mövcuddur. Bəlli ki, ümumdünya daşqınına bənzər bir hadisə nə zamansa insanların həyatında baş veribdir və insanlar bunun təsirinə məruz qalıb və buna görə də bir çox xalqların həyatında, mədəniyyətində bu öz əksini tapıb. Bu daşqın buz dövrünün sona yetdiyi dönəmdə buzların əriməsi və dünyanın böyük bir hissəsinin su altında qalması hadisəsidirmi və yaxud da başqa bir hadisədirmi, bu tamam başqa bir məsələdir. Ancaq bəlli ki, insanlar belə bir daşqınla üzləşiblər və eləcə də biz tarixə baxdığımız zaman qədim insanların çay kənarlarında yaşadığını nəzərə alaraq belə bir daşqının onların həyatına ciddi şəkildə təsir göstərdiyini görmüş olduq. Və ümumiyyətlə biz keçmişə baxdığımız zaman elmin, texnologiyanın inkişaf etmədiyi bir dönəmdə insanların təbiətdə baş vermiş hadisələr, xüsusilə fəlakətlərin
sirrini aça bilmədikləri üçün bunu Tanrının qəzəbi kimi qiymətləndirirlər və qeyd etdiyim kimi hər hansı bir daşqın baş veribsə belə, bunu insanlar Tanrının qəzəbi kimi qiymətləndirmiş olurlar.